Səncə qoyun əxlaqlı olsa, qurd onu yeməyəcəkmi? Machiavelli və Kant arasında qanlı duel. Özünüzə sual verin. Siz ömür boyu əxlaqlı, dürüst, doğru olanı edəndə insanlar sizə hörmət edəcək, yoxsa sadəcə sizi yeyəcək? Qoyunun əxlaqlı olması heç vaxt qurdun fikrini dəyişdirməyib. Bu gün də dəyişmir. Bu videoda sizə iki böyük filosofu qarşı-qarşıya qoyacağım. Biri deyir ki, güc hər şeydir. Digəri isə deyir, əxlaq hər şeydir. Kim haqlıdır? Və ən vacibi, siz hansı tərəfdə durmalısınız? Əvvəlcə Machiavelli, o hökümdar kitabında açıq şəkildə yazır. İnsanlar o qədər axmaqdır ki, görünən əxlaq onlara kifayət edir. Əslində isə siyasətdə, biznesdə, həyatda əxlaq zəifliyidir. Hökümdar lazım gələndə aslan, lazım gələndə tülkü olmalıdır. Vədini pozmaq, yalan danışmaq, qəddar olmaq, bunlar günah deyil, zərurətdir. Machiavelli qoyunları sevmirdi. O bilirdi ki, əgər sən həmişə yaxşı insan qalmağa çalışsan, səni istismar edəcəklər. Tarix onun haqlı olduğunu 100 dəfə sübut edib. Stalin, Çingiz xan, indiki hökümdarlar. Hamısı Machiavelli'nin dərsini oxuyub və ya instinktiv olaraq bunu bilir. İndi gələk Immanuel Kanta. Kant deyir, əxlaq nəticədən asılı deyil. Sən yalan danışmamalısan. Hətta bu yalan səni və ya başqalarını xilas etsə belə. İnsanları heç vaxt vasitə kimi istifadə etmə. Onları həmişə məqsəd kimi gör. Kant deyir ki, elə hərəkət et ki, sənin hərəkət prinsipin bütün bəşəriyyət üçün universal qanun ola bilsin. Yəni, əgər hamı sənin kimi yalan danışsa, aldatsa, güclü olana tabi olsa, dünya dağlar. Ona görə də sən əxlaqlı olmalısan. Hətta bu sənə baha başa gəlsə də. İndi düşünən adam soruşur, sən qoyun kimi Kanta inanaraq yaşayıb, qurdlar tərəfindən yeyilməyə hazırsanmı? Yoxsa Machiavelli kimi görünən əxlaqlı olub, içərdən qurd kimi davranmalısan? Real həyatda əksər insanlar ikisini də edir. İşdə, siyasətdə, münasibətlərdə Machiavellidirlər. Amma özlərini və başqalarını inandırmaq üçün Kanta oynayırlar. Bu, ikiyüzlülükdür. Amma bəlkə də həqiqət budur. Saf kantçılıq zəiflər üçün təsəlli, Machiavellilik isə güclülər üçün alətdir. Əsl sual budur. Sən qoyun olmaq istəyirsən, yoxsa qurd? Və ya daha betəri, qoyun dərisində qurd. Bu dünyada qoyunlar çoxdur. Onlar əxlaqlıyam deyə özlərini ovudurlar. Amma qurdlar heç vaxt ac qalmır. Machiavelli deyərdi, həqiqəti öyrən və lazım gələndə istifadə et. Kant deyərdi, həqiqətə sadiq qal, nəticə nə olursa olsun. Siz hansı filosofun qəbrinə çiçək qoymaq istərdiniz? Qalibin, yoxsa əxlaqlının? Aşağıda şərh yazın. Machiavelli yoxsa Kant. Bu videonu bəyənməyi və paylaşmağı unutmayın. Çünki həqiqət narahat edir və narahatlıq dəyişimin başlanğıcıdır.